Yeri gəlmişkən Sabirə münasibətim də mənim özəl olub. Yəni məktəb illərində Sabirin demək olar ki, bir çox şeirlərini mən bədii qiraət eləmişəm məktəb illərində. O məşhur şeirləri, Xan dostu amandı qoyma gəldi, kirdarı yamandı qoyma gəldi. Ya çatlayır xan bacı qəmdən ürəyim, acışır lap ürəyimdən kürəyim. Bu illər mənim beynimdən necə deyərlər, apardığını aparıb. Amma onun bir bəhri təli var, ondan deyə bilərəm. Ey əzizim, xələfim, mayeyi izzü, şərəfim, ruhu ravan, munisi can tabu tavan, tazə cavanım ki, 10 ildən bəridir ömrü kiran mayəmi, yalnız demirəm dinimi, imanımı, həm canımı da cümlə qonum qonşu deyil, el də bilir ki, sənə vəsf eyləmişəm. Axıracan deyirdim də məndə vaxt var idi. Deməli, bir gün mən gəldim, hələ Yaşçılar Birliyinə üzv deyildim. Gəldim Fikrət Sadıqın yanına. Dedim ki, Fikrət müəllim, yazıram da, mən istəyirəm Yaşçılar Birliyinə üzv olum da, belə utana-utana, sıxıla-sıxıla. Fikrət Sadıq mənə dedi ki, sizin 2001 misra şeiriniz çap olunmalıdır. Olunub? Mən də qaldım belə, olunmayıb axı. Az-az bəzi qəzetlərdə çıxıb jurnallarda, amma az miqdarda. Belə bir tədbir keçiriləcəkdi Şamaxıda Mirzə Ələkbər Sabirin məbədinin açılışı. Və o tədbirə məni də dəvət elədilər, getdim. Çox möhtəşəm bir tədbir oldu. Tədbirdən sonra böyük bir ziyafət verdilər. Millət vəkilləri, xalq şairləri, xalq yazıçıları. Və bu məclisdə bir nəfər rəhmətli Qabilə dedi ki, Qabil müəllim, bizim məclisimizdə əruz vəznində yazan bir şairə xanım var. Gəlin ona söz verək. Qabil əvvəl istəmədi söz versin. Mən də oturmuşam, tər basıb məni. Desəm inanmazsınız ki, başımı salmışam, alnımdan tər gəlir nimçənin içinə tökülür. Yanımda da Musa Yaqub oturub. O tərəfdə də Gülhüseyn Hüseynoğlu. Dedim, daha söz vermədi də, utanıram, xəcalət çəkirəm. Bir də gördüm, Qabil durdu ayağa. Dedi ki, cənablar, bizim məclisimizdə bir əruz vəznində yazan şairə xanım iştirak edir. Gəlin ona söz verək. Dedi, qızım, dur diz ürək sözü. Və mən orada çıxışımdan çıxış elədim, çıxışın axırında bir Sabiranə dedim. Sabiranəni dedim, inanırsınız ki, mən o Sabiranəni deyə-deyə Qabil otura bilmir yerində. Deyir, Anar müəllim, bir bax, deyir, əruzu necə tutub. Anar müəllim də qəlyan ağızda bir belə diqqətlə fikir verir belə. Bitdi Sabiranə, hamısı çox gözəl qarşıladılar, alqışladılar. Qabil durdu ayağa, düz 5 dəqiqə mənə çox sağ ol nitqi söylədi. Ki, Sabirin bu günləri, bu məclisdə ruhunu yad eləyən belə lazımı dərəcədə bu şeir oldu, bu xanım oldu. Və məclisin axırında Fikrət Sadıq mənə çağırdı. Dedi, qızım, sən nə gözəl yazırsan. Sən Yaşçılar Birliyinə üzv olmaq istəyirsən, hə? Artıq məni 1-2 həftədir qəbul eləyiblər. 2 həftədir mən Yaşçılar Birliyinə qəbul olmuşam. Yığ nə yazılarım var, getir gəl. Biz səni Yaşçılar Birliyinə qəbul eləyik. Ağlatdın sən məni. Fikrət Sadıq deyir bunu. Deyirəm, Fikrət müəllim, mən artıq qəbul olmuşam.